çox iri həcmli əsərlər yaratsınlar. Yəni, bu gigantomaniyalıq Sovet dövrü sənəti üçün xas olan bir xüsusiyyət idi. Yazıcıdan iri həcmli əsərlər əsasən tələb olunurdu. Orada fəhləni, kəndlini, kolxozçunu təbliğ edən, ümumiyyətlə sosialist quruculuğunu təbliğ və tərənnüm edən iri həcmlərin yazılması gündəmə qoyulmuşdu. Məhz bu dövrdə və bu zamanda Mirzəcəlal Molla Nəsrəddin Ədəbi Məktəbinin yetirməsi kimi və sadiq şagirdi kimi kiçik janr, kiçik nəsri qoruyub saxlaya bildi. 300-ə yaxın hekayənin müəllifi oldu və beləliklə Azərbaycan ədəbiyyatı tarixində, bədii nəsr tarixində hekayə janrını qorudu və onun inkişafını və onun lazımlığını oxuculara və cəmiyyətə sübut